Ən çətin olan dediyiniz bir orqanın olmamasıdır və sən o orqanın yerinə bir şey qoymağa çalışırsan. Doğru diaqnoz qoymadığı üçün doğru müalicə üsulu getmir. Bu müalicənin fəsadları olur təbii ki və uşaq sağalmaq yerinə daha da pis vəziyyətə gedib çatır. Bunu içsə yan təsiri nə ola bilər? Bunu içsə nə ola bilər? Nə olanda mən sizi təkrar narahat eləyim? Bir insan xəstələnirsə, demək ki, tez xəstələnirsə, altda yatan bir problem var. Həmişə bir problem var. Bu uşaq nə oldu elə bu uşağı xəstələnmir, amma bu belə xəstələnir deyə bir tavır var. Bəs hər kəs öz övladını həqiqətən də xəstələndiyi zaman həqiqətən də ona həssaslıqla yanaşırmı? Problemlər var. Buradakı bir çox həkimlərə baxdıqla deyir ki, yox, mən gedim xaricdə bir həkimə göstərməliyəm. Bir neçə seans əməliyyat edib, yetər ki, orqanı itirməməyə çalışırıq. Aslında hamının yaxşı bildiyi atopi deyə bir mövzu var. Uşaq bəs hansı sıxlıqda vitamin almalıdır və yaxud almalıdırmı ümumiyyətlə? Yüzlərlə, bəlkə də minlərlə əməliyyat etmisiniz indiyənə kimi. Və bu əməliyyatlar içərisində sizə ən çox təsir edən ya da ən çətin ola bilər. Sizin sahənizdə hansıyla qarşılaşmısınız? Öncəlikli olaraq, bəli, bilgisizlik, məlumatsızlıq, cahillik amili var. Cavid bəy, bu peyvəndlərdən danışsaq, bəzi qismlər deyir ki, peyvənd etdirmirəm, bəzi valideynlər peyvənd etdirmir, bunun fəsadları ola biləcəyini deyir, bunlardan çəkinirlər, amma bəzi qism isə bunun vacibiyyətini vurğulayır. Bəs siz necə bunun vacib olduğunu vurğuluyursunuzmu və yaxud da ki, bunun fəsadları ilə necə qarşılaşırsınız öz peşənizdə, sahənizdə? Ciddi olaraq peyvəndlə otizm arasında bir sübut tapılmayıb.